Bugün size bayram savdasıyla gelmişim. Hatta ekibden yeni gelmişim, hiç başımıza çıkartmamışam. Bak, bu gördüğünüz bağlamanı və digər paylarımı hansılar kimi göstereceğim. Mənim daimi izləyicim efirdən məni sevərək izləyib Sənəm xala göndərim. Ay Sənəm, qurbanam Sənəm. Sənəm xanım əslində biznes idarə eləmir. Çox balaca bir özünün evi var. Orada bizi qonaqda dəvət eləmişdik, getmişdik. Bunların hər birisini göndərməkdə səbəb bu istəməkdir. Paketlər hələ bundan da böyüdür. Sözün düzü, bir var ki, kimsə bunu göndərir öz işi üçün, reklamı üçün. Amma Sənəm xanım bütün göndərdiklərinin hər birisini böyük sevgisindən edir. Çünki bu sadəcə olaraq bir evdar xanımdır və görün nə qədər təmiz bir sevgidir. Bax, zoğal mürəbbəsi öz əlləri ilə hazırlayıb mənə göndərib. Əncir mürəbbəsi mənə göndərib. Nədir, keçən gün dedim ki, mən mürəbbələri çox sevirəm. Hətta şor belə göndərib, sağ olsun, evdə hazırlananlardandır. Deyir ki, bana bayramdır. Qoy sənin də gözəl xonçan olsun efirdə bəzəmək üçün. Görürsünüz, xurmalarımı göndərir. Qoz ləfəsidir burada, badam. Mən buna sevinməyim, neyimiyim axı? Kişmişlərim, idəm, deməli, qara kişmişim, innabım. Və bunların hər birisi hələ harasıdır. Evdə hazırladıq, yine bir liçonu da göndərib. Sağ olsun, yeməyin içərisində yiyə bilən deyə ümidvaram ki, aşmazsınız. Videomuzu keçən görürsünüz. Baxın, bax, keçən gün efirdə dedim ki, mən heyvanı çox sevirəm. İstərdim ki, rayondan gələn heyvanlardan yeyə bizdə. Bakıda əksəriyyət vaxt onlar dadlı olmur. Sənəm xanım, mənə meyvələr alıb göndərib. Ay Allah, sənə qurban olaram, ay Sənəm. Sən nə gözəlsən belə. Deyirəm, mandalinim, almalarım, limonuna kimi göndərib ki, deyir, vitaminim bol olsun. Və inanın Allah'a ki, bu sadəcə bir evdar xanımdır və bu xanımın heç bir reklama ihtiyacı yoxdur. Bizə dadlı toyuq göndərmişdi. Sağ olsun, kollektivim mən gəlincə iftar süfrəsində o toyuğu yemişdi. Kompot, ev kompotu hazırlayıb onu göndərmişdi. Baxın, görün insanların təmiz, saf qəlbdən olan sevgisi necə olur. Onlar soruşmurlar ki, Instagramda bəzi yazanlar kimi bilavasitə bəylərdən söhbət gedir. Sənə hədiyyə göndərim, hara göndərim çiçəkləri. Bir qadındakı hünərə baxın. Bir də yaxşı kişilərimizdən iraq, insanlarımızdan, ailələrimizdən iraq. Bu kişilikdən xəbəri olmuyor. Bir dənə yerlə ora göndərim deyənlərə. Bax, efirdə işləyirəm. Qadın yaşlı qadındır. Yeriməyə əziyyət çəkir. O qadın özü gəlir. Baxmayaraq ki, nasazlığı var. Mən efirim olmayan bir saatda mənim bütün paylarımı belə ora qoyur. Sevginin özəlliyi təmizliyindədir. Bax, mən Sənəm neçə dəfə desəm, siz o Sənəm xanımı tanımayacaqsınız. Çünki Sənəm xanım bir bloger deyil, Sənəm xanım bir biznes idarə edən xanım deyil. İnşallah ki, Allah mən nəsib eləsin. Sənəm xanım Qarabağlıdır. Onun da o gözəl evinə getməyi, onu köçürdməyi, paylaşmağı qismət eləsin. Uşaqlıqda qoyub getdiyi torpaqlarına tezliklə qovuşsun deyirəm. Hədiyyənin kiçiyi böyüyü olur. Burada Şarlota Tibu yoxdur. Burada böyük bir qəlb var. Bu qəlbin arxasında dayanan sevgi var. O sevgini qazana bilmişəmsə, nə xoş mənə. Allah qəlbinizi təmiz saxlasın, sevginizi ülvi eləsin. O qədər gözəlindən eləsin ki, xalqın profilində gedib sənə hədiyyəni hələ göndərim, çiçək göndərim kəlməsindən uzaq olasınız. Bu videomu bəyəndinsə altında sən də öz sevdiklərindən aldığın ən təsadüfi hədiyyələrindən yaz. Bilir ki, bəyənməsən nə olacaq? İnsanın qəlbindekindən sonra bu cür videonu da sən bəyənməyib, ay bu nədir göstərir bizə desən, həyatında nə dəyişəcək? Mən sevən insanların sayımı azalacaq, heç nə dəyişməyəcək. Sənin qəlbinin çirki dilində qalmağa davam edəcək.